Novruz gəlir. Təbiət oyanır, torpaq nəfəs alır. Dağlar və çaylar baharın melodiyasını çalır. Novruz yeni gün deməkdir. İşığın qayıdışı, köhnəni geridə qoyub ümidə yol açmaqdır. Hər çiçək bu günü gözləyir. Hər quş sanki müjdəni daşıyır. Səhər şüaları torpağa düşür. Hər künc işıqla dolur, ruhlar oyanır. İllərlə olmuş qadağalar, qaranlıqlar xalqın yaddaşını silə bilmədi. O illərdə belə evlərin içində gizli süfrələr bəzənir, odun üstündə paxlava qızarır, qoz, fındıq və şinyatların ətri havanı doldurur. Səməni, qızıl gül və arpa tumlarından filizlənmiş yaşıl cücərti hər evdə yeni həyatın simvolu olurdu. İnsanlar köhnəni geridə qoyur, yeni ümidlərə qucaq açırdı. 1967-ci ildə tarix dəyişdi. Şıxəli Qurbanov ilk dəfə uzun illər sonra dövlət səviyyəsində Novruzu təşkil etdi. Meydanlar insanlarla doldu, küçələr və parklar sevinc və təravətlə işıqlandı. Odlar yanır, şamlar sanki xalqın arzularını daşıyır. Təzə yumurtalar rənglərlə süfrələri bəzəyir, paxlava və qozfındıq stəkanları birliyi simboliz edirdi. Gül və çiçək qoxusu havada fırlanır. Hər nəfəs Novruzun əbədiliyini hiss etdirirdi. Novruz həm keçmişin yadigarı, həm də gələcəyin ümididir. Hər süfrə, hər səməni, hər yandırılmış od, şamı, hər rəngli yumurta yeni günün müjdəsini xatırladır. Novruz təkcə təbiətin deyil, insan ruhunun da baharıdır. Ümidin, sevincin və həyatın qayıdışı, xalqın öz tarixini və köklərini ölməz edən əbədilikdir. Odlar yanır, çiçəklər açır, günəş doğur, içimizdəki işıq alovlanır. Köhnəni geridə qoyaraq yeni günə qucaq açaq. Yurdumuza Novruz gəlir, həyat yenidən başlanır. Yeni günümüz xeyirli uğurlu olsun. Novruz bayramımız mübarək.